etmək lazımdır? Bax, video sürətləri bu haqda da söhbət açılacaq. Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı gündən kənd təsərrüfatı sahəsində çalışan insanların iqtisadi maraqlarını qorumağa çalışır və bu məqsədlə qurumun yerli strukturları tərəfindən hər həftə kənd təsərrüfatı məhsulları fermerlərdən tədarük olunaraq paytaxtdakı yarmarkalarda istehlakçılara təklif edilir. Novruz bayramı ilə əlaqədar qurum tədarük prosesini daha da gücləndirib, region fermerlərindən tədarük olunaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb. Ölkənin bir sıra regionlarından toplanmış kənd təsərrüfatı məhsulları paytaxtın bir neçə yerində təşkil edilmiş yarmarkalara çıxarılıb. Bu bayram günlərinə qədər ənənəvi olaraq yarmarkalar təşkil olunur. İlk dəfə olaraq Səhmdar Cəmiyyəti də bu yarmarkada iştirakə start veribdir. Çeşidlər də təxminən 30-a yaxın çeşiddən məhsul biz çıxartmışıq. Bunlar quru məhsullardır, tərəvəzdir, meyvədir və bu məhsulların hər biri də bu gün bazarda olan məhsullardan kifayət qədər ucuzdur. Buradakı məhsulların qiyməti bazarla müqayisədə 20-30% aşağıdır. Bizim üçün münasibdir buradan alver eləmək. Təşəkkür edirik. Cəmiyyətin nəqliyyat vasitələri tərəfindən regionlardan daşınaraq paytaxta gətirilən məhsullar fermerlərdən orta bazar qiymətinə alınır. Qeyd edək ki, yarmarkalar paytaxtın Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti, Xətai rayonu Bakı kinoteatrının yanı, Sumqayıt şəhəri Dəmiryol vağzalının ərazisində yerləşir. Təşkil olunmuş yarmarkalara cəmiyyət tərəfindən hər gün 100 tona qədər kənd təsərrüfatı məhsulları təklif olunacaq. Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyəti işini fasiləsiz quraraq bayram günlərində paytaxt əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışacaq.